Sıradakı sujetlə istəyirəm davam etdirək efirimizi. Salyanın Stansiya adlanan yaşayış masivinin sakinləri illərdir yolsuzluq problemindən əziyyət çəkirlər. Dəfələrlə aidiyyatı qurumlara müraciət eləsələr də problem həllini tapmayıb. Çarəsiz qalan sakinlər üz tutublar canlı yayıma. Biz də bu mövzunu araşdırmışıq, gəlin sujetdən izləyək. Allah, yalnız yoktur. Bravo. Gel bravo, kuyudur. Dərədir, hamısı. Söhbət Salyan şəhərinin 20 yanvar küçəsindən gedir. Burada yaşayan sakinlərin sözlərinə görə təxminən 3 il əvvəl ərazidə əvvəlcə su, daha sonra isə kanalizasiya xətləri çəkilib. Qazıntı işləri aparıldıqdan sonra isə küçənin asfalt örtüyü bərpa olunmayıb. Sakinlər bildirirlər ki, işləri görən şirkət bərpa üçün tapşırıq almadıqlarını deyib. O gündən bu yana küçə xüsusilə qış aylarında tamamilə keçilməz vəziyyətə düşür. Ən çox əziyyət çəkənsə məktəblilərdir. Uşaqlar məktəbə gedə bilmir. Birinci sinif uşağı necə geçsin o dizdən olan palçığın içinə? Hamı uşaqların boynunda, qucağında bir vasitə ilə məktəbə yola salır. O uşaq məktəbə getməkdən imtina eləyir. Belə şey olar. Şirkətin rəhbəri də hər gün gəlir gedir, bir tədbir yox. Taksiyə zəng eləyirik, taksi gəlir o başda, orada saxlayır, deyir məhəlləyə girə bilmirəm. Yəni bərbad gündədir. 2 il bundan qabaq gəldilər, su xətti çəkdilər, bərbad günə qoydular, palçığı, torpağı gətirib tökdülər asfaltın, qrabilin üstünə, çıxdılar, getdilər. İndi də heç kim baxmır, deyirlər bizi deyir, bizim işimiz qazıb, töküb getməkdir, bizi heç nə yoxdur. Bizim gündəlik həyatımıza, yəni normal həyatımıza, yaşamağımıza təsir eləyir, gəlib getməyə. Yəni biz asfalta çıxınca 2 ayaqqabı belə dəyişirik. Uşaqlarımız məktəbə gedə bilmir, buradan keçən maşınlar da yaman günə qalır. Yəni aidiyyatı qurumlardan xahiş eləyirik ki, bu barədə tədbir görsünlər. Bu qazıntıların da sonu yoxdur. İndi biz istədik ki, tədbir görək, yolla bağlı sakinlər də özümüz. Dedilər, yenə qazılacaq. Bilinmir nə vaxt qazılacaq. Bu da var. Sakinlər ötən il öz vəsaitləri hesabına yola çınqıl töküblər. Lakin növbəti qazıntı işləri nəticəsində onların çəkdiyi zəhmət də boşa gedib. Cimimizdən keçən yay pul yığdı, qrabil tökdü. Su xətti çəkilir, gəlib texnika işlərinə deyirəm ki, biz bura pul yığmışıq, o cimimizdən pul qrabil düzəlmişik. Heç olmasa bu qrabili bir çomala, bir qırağa tök, biz neynə, sonra labatika ilə buranı düzəldərik, özüm ayağım altı. Deyir, bizə bu sərf eləmir. Bizim vaxtımız gedir, cimimizdən də pul şeylib yanacağa tökə bilmərik. Biz belədir, işte atdılar, bütün palçığı gətirib tökürlər asfaltın qrabilin üstünə, hamısı tökülən palçıqdır bunlar. Məsələ ilə bağlı Salyan şəhər bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri açıqlamasında bildirdi ki, Salyan rayonumuzda müasir tipli kanalizasiya sistemi qurulur. Hazırda 2027-ci ildə tamamlanması nəzərdə tutulub inşallah. Mövsümlə əlaqədar olaraq müəyyən işlərdə gecikmələr olur və yaxud da yubanmalar olur. Bununla da bağlı vətəndaşlar tərəfindən narazılıqlar olur. 20 yanvar küçəsində də olan kanalizasiya qazıntısı ilə bağlı olublar müəyyən də vətəndaşlar. Qəbul eləmişəm, sonra baxışda keçirmişik. Kanalizasiya sistemi ilə məşğul olan mütəxəssisləri dəvət eləmişik. Yaxın günlərdə orada təmir işi olacaq. Küçənin bərpası təmin olunacaq. Bələdiyyə sədrinin problemin yaxın gələcəkdə həll olunacağı ilə bağlı vədi özünü doğrultsa, sakinlər illərdir davam edən yolsuzluq problemindən nəhayət ki xilas olacaq. Təbii ki, yol yenidən hansısa səbəbdən qazılmasa.